Məndən keçməz olur. Belə səssizcənə durub baxırsınız mənə. Narahat olma. Allah'a şükür qar yağır. Yaza qədər yəqin ki, yağışlar da yağar. İnşallah bolluk olar. Neyini? Əlimdən bir şey gəlmir. Çalıştığım qədər sizin probleminizi həll etməyə çalışıram, amma problem həll edə bilmirəm. Çünki bizim sözümüz havaya gedir. İndi həmişə sizə söz vermişəm ki, sizin problemlərinizi həll edəcəyəm. Amma üst-üstə elə bir problemlər gəlir ki, biri gəlir, biri gedir, biri gəlir, biri gedir, hərə özünü fikirləşir. İndi sizin ən vacib olan duzdur. Duza da həsrət qaldıq. Heç özüm yeməyə də tapanmıram o duzu. Amma bu ilk ildə də sizin qüvvəli yemləri arpağızı əkənmədim. Gələsilə nəcür olacaq Allah bilir. Hər il deyirəm problemlərinizi həll eləyəcəyəm, əksinə gəlir. Hərə bir qərar verir. Amma bizi fikirləşən yoxdur. Təvərrüz yoxdur. Hələ duz yoxa çıxıb cəhənnəmə. Hələ yaza neyniyəcək? Yanacaq qartdı, ərzaq qartdı. Sabah saman qarxacaq, ot qarxacaq, arpa qarxacaq. Aldım qoz, satdım qoz olacaq. Mən sizin sayınızı artırmaq istəyirəm. Amma hesablayıram ki, mən elə sizi elə satıb yem alacağımsa sizə, mən onda sizi nəyə saxlayıram? Çünki oyunda. Məni fikirləşən var ki, hələ sizə fikirləşsinlər. Əvvəllər fikirləşirdilər. Yenə bilirdilər ki, sizin sayınız çoxdur. İndi amma nə sizi sayan var, nə bizi. Hər şeydən əlimizi üzmüşük. Əziyyət çəkməli də olsa, nə olsa, mən yenə də sizin qulluğunuzdayım. Məndən küsməyin, hər şey qaydasına düşəcək.